Dostlar salam. Yeni bir qanun qəbul ediblər. Valideynlər öz övladlarını dindar olmağa məcbur edə bilməzlər. Yəni onların namaz qılmasına və yaxud da hicablı, hicabsız olmasına qarışa bilməzlər. Sanki bundan öncə çox belə valideynlər qarışırdı bu işlərə. Belə bir boşluq görüblər dində və onun qarşısını almaq üçün bir qanun tərtib etməyə ehtiyac duyublar. Ölkədə problem başdan aşır. Yanacağın qiymətindən xəbəriniz var, kommunalların qiymətindən hər birinizin xəbəri var. Əmək haqqı demək olar ki, 0 dərəcəsindədir, sosial yardım yoxdur. Bu qədər problem var. Efirdə bayağı verilişlər, əxlaqsız verilişlər, kanallarda yayınlanan filmlər, hər birinin bu qədər problemin içində olduğumuz halda gəlib yapışıblar dinə. Sanki bunlar övladları valideynlərindən daha çox düşünürlər, daha çox istəyirlər. Heç bir qanun ölkədə, heç bir ölkədə qanun övladı valideyndən daha çox düşünə bilməz. Valideyn əgər bir övladına Allahı tanıtdırırsa, ona dini öyrədirsə, ona dini təlimləri aşılayırsa ki, onun vəzifələrindən və məsuliyyətlərindən biridir və valideynlik haqqıdır, bunu etməlidir. Sağlam bir cəmiyyətin formalaşması üçün və cəmiyyətə, topluma sağlam bir fərd bağışlaya bilməsi üçün bunu etməlidir. Bu valideynlik hüququdur. Necə ola bilər ki, o haqqın, hüququn valideynin əlindən alaq? Necə ala bilərsiniz? Buna heç bir ixtiyarınız yoxdur. O valideynin haqqıdır. Öz övladına öyrətməlidir. Allah kimdir? Onun ruzu verəni kimdir? Bu dünyaya niyə gəlmişik? Nə üçün burada varıq? Buradan hara gedəcəyik? Axirət, aqibət. Namazı niyə qılmalıdır? Hicabı niyə bağlamalıdır? Sağlam yaşam tərzi necə olmalıdır? Bunları hər birini valideynin məsuliyyətidir və vəzifəsidir ki, dini bir çərçivədə bunu öyrətməlidir övladına. Siz bunu məhrum edirsiniz belə bir haqqından. Nə etmək istəyirsiniz? Kafir bir cəmiyyət, toplum yetişdirmək istəyirsiniz. Düşünürsünüz, bunun ölkəyə faydası xeyri olacaq? Xeyr. Azərbaycanın torpağını, millətini, xalqını hər zaman inanclı şəxslər qoruyub və başını hər zaman elə şəxslər uca eləyib. Azərbaycanın görkəmli xadimləri olsun, şairləri, ədəbiyyatçıları, yazıçıları, nizamisindən Füzulisinə hər bir inanclı şəxslər olub. Onlar Azərbaycanın başını ucaldıblar, onlar Azərbaycanı tanıtdırıb. Azərbaycanın torpağını Avropada, qumarxanalarda əyyaşlıq eləyənlər qorumayıb, heç bir zaman qorumayıb, bundan sonra da qorumayacaq. İnanclı cəmiyyət, inanclı şəxslər, inanclı cavanlar qoruyub hər zaman. Valideyn də elə bir şəxs yetişdirir və bu cəmiyyətə bəxş edir. Niyə onun qarşısını almaq istəyir? Quran-ı Kərimdə Allah Taala bəs qədər misal vurub. Valideyn olan Loğman öz oğluna necə nəsihət edir? Dini barəsində Allahı tanıtdırır. Allaha şərik qoşmamalı olduğunu onu öyrədir. Bizlər də bir valideyn olaraq vəzifəmiz də öz övladımıza bunları öyrədək. Quran-ı Kərimdə Allah Taala buyurur: "Özünüzü və əhli əyalınızı, ailə üzvlərinizi cəhənnəm atəşindən qoruyun." Bunu uşaq yaşlarından onu aşılamalıyıq, biz öyrətməliyik. Artıq əldən çıxandan sonra, qərbin o xəstə təfəkkürünə aludə olandan sonra necə o cavanı mən tərbiyə eləyəcəyəm, necə onu öyrədəcəyəm? Niyə demirsiniz, bağçalarda üzdən iraqları çıxardıb övladlarımızın qarşısında, üzr istəyirəm bu ifadəmə görə, orasını, burasını burcudurlar. Onlar övladlarımızın əxlaqına, tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir. Bunların haqqında niyə bir qanun qəbul eləmirsiniz? Efirə çıxardırlar, bayağı verilişlərdə 93 yaşlı kişi 35 yaşlı qadından evləndi, nə bilim, belə oldu, elə oldu. Uşaq çıxardırlar, atası kimdir, anası kimdir bilinmir. Niyə bunlarla bağlı bir qanun qəbul eləmirsiniz? Bunlar ölkədə övladlarımızın psixologiyasına mənfi təsir göstərmir. Ancaq dindir mənfi təsir göstərən. Xeyr, dərdiniz başqa şeydir. Onu da əlhəmdülillah Azərbaycan xalqı ayıq-sayıqdır, bilir. Və bundan sonra da məsələlərdən daha çox agah olacaq. Və sonda bunu da qeyd edeyim. Sovetliyi ilə ölkədə inancı xalqın qəlbindən söküb ala bilmədi. Çünki Azərbaycan xalqı dini dünən qəbul etməyib ki, bugün qərar verdiyiniz qanunlarla onların əlindən o inancı dinə alasınız. Azərbaycan xalqının genində Allahpərəstliyi var. Genində Peyğəmbər və Əhl-i Beyt sevgisi var. Bunu onlardan ala bilməzsiniz.